yaşayacak şehitler. Uçardım kanadım olsaydı eğer, ben kadın olsam da əsgərəm əsgər. Her zaman ben senin oduna yandım. Sen Uşaqlar, bugün bildik ki ne günüdür? Anın günü. Aysa, neye anırıq uşaqlar? Müharibə. Başlandığı gün. Aysa. Bax, burada anın gününe ait muzey yaradılır. Burada ne görürük? Xarı bülbül uşaqlar harda yetişir? Şuşada yetişir. Aysa. İlk ünvanım sen ilk andın. Göyde yanan ulduzlar şehitlerdi şehitler. Anın günü neyden bağlıdır? Ne için bu günü biz anırıq şəhidlərimizin ruhunu? Ne olub ki bugün? Ne olub bugün? Müharibə. Aysa. Müharibə neylə nəticələndi? Ne oldu uşaqlar? Axır neylə qutardı müharibə? Qalib gəldik. Bəli. Bizim qələbəmizlə. Elədir? Bəli. Aferin. Əla. Akşam sabahlar şehitlerdi şehitler. Parlak yanan çıraqlar şehitlerdi şehitler. Al yerim, yurt yerim şehitlerdi şehitler. Göyde yanan ulduzlar şehitlerdi şehitler. Barut kokulu o yollar seni besne vaxt qaytarar senden teselli bir zabit mundiri bir cüt ulduzlu Sentyabrın aylı 22-si vagonlar Azərbaycanda senden yəni teselli vətənimizdə anın günüdür. Ne günüdür? Aferin. Prezidentimiz İlham Əliyev 2020-ci il 2 dekabrda belə bir sərəncam vermişdi ki, anın günü vətən müharibəsində qəhrəmancasına döyüşmüş ölkəmizin ərazi bütövlüyü uğrunda, yolunda canlarından keçmiş əskər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramla bu anın gününü qeyd edirik. Ay ver mənə leytinant, xoş müjdəli bir savaşdan. Pay ver mənə leytinant. Bir vətənimiz var, Azərbaycan. Bayrağımız var, mavi, qırmızı, yaşıl. Dörd tərəfi dost olsa da, ən böyük dayağımız öz gücümüzdür. Bir Azərbaycan var, o da bizimdir. Qəhrəmanlıq ölmək demək deyil, vətənimizi qorumaqdır. Şəhid qanı ilə sulanmış torpaq müqəddəsdir. Şəhid qanı ilə yazılan tarix silinməz. Şəhidlər millətin ölməzlik zəfəridir. Azadlıq şəhid qanı ilə qazanılır. Adın dalgalanır vətən boyunca, bir ovuç torpağın gözləri gülür. O qızın gözündən nəzarın üstə köynəyi islanmış zəfər tükürür. Torpağı alnında mühür yerdir. Şəhid insansını
masa, aya atda boyu bir edürdür. Vətəni çiynində daşıyan masa. Şehitler koymadığı ensi bu bayrak. Her dalgası bir şehittir ruhudur. Vatan iman yerim, vatan inancı. Bu vatan savaşı halkın ruhudur. Şuşa baş tacımız. Siz de Şuşanın tacını bəzəyən qızıl zərsiniz. 2783 şehit bu halkın dilində ta əzbərsiniz. 2783 şəhid aydın səmalardır, açıq alındı. Sizin sayənizdə Ağdam azaddır, Kəlbəcər alındı, Laçın alındı. 2783 şəhid Xudayar səsində vətən sözsüz. Qarabağ uğrunda taş təşəkkür yox, həm də Qarabağın artıq özüsüz. Bayraq gölgesinde şehit mezarı. Bundan makatlar şehit ama vursam, yıkılsam, yaram kan verse durup savaşam, kanı buyam ben. Kan sızan yaramdan öpürəm şəhid. Öpürəm boş qalan çəkmələrindən. Öpürəm savaşda tabloya dönən o məğrur duruşlu əsərlərindən. Bizim hakkımıza halal et. Sizden her hafta bizi vətəndir. 2780 şehit. 1245 yağlı il. Yüzlerle kahraman gazi vətəndir. Dağların başında erenler yaşar. Hay salıp haygırar, sen olup taşar. Kalpleri buradan sevgiden coşar. Bu eşkle dolarlar, yaşa egitler. Dövüşe giden de güler egitler. Onlar da